Elə son dövrlərdə xaricdə Azərbaycan məktəblərində həftə sonu Azərbaycan dilinin təbliği ilə bağlı bir sıra layihələr həyata keçirilir. Elə telefon xəttimizdə də Azərbaycan-Fransa Dialoq Assosiasiyasının vitse-prezidenti Aytən Muradovadır. Sabahınız xeyir olsun Aytən xanım. Sabahınız xeyir. Sabahınız xeyir. Necəsiz? Çox sağ olun. Bizimlə maraqlandığınız üçün sizə çox təşəkkür edirəm. Biz də sizə təşəkkür edirik Aytən xanım. Buyurun, ətraflı məlumat istəyirik sizdən. Həftə sonu Azərbaycan dili məktəblərdə necə tədris olunur? Bir neçə il bundan qabaq biz Şuşada diaspora nümayəndələrinin görüşü, cənab prezidenti ilə görüşəndə, həmən görüşdə cənab prezident əsasən Azərbaycan məktəblərinin əhəmiyyətindən, Azərbaycan dilinin təhsilindən danışmışdı. Bu demək olar ki, 5 il bundan qabaq olan bir söhbətdir. Və həmən forumda biz qərara almışdıq ki, həftə sonu məktəbi yaradaq. Və həftə sonu məktəbi hal-hazırda bizi 4 ildir bunu yaratmışıq və bizə Diaspora Komitəsinin köməyi və səfirlik bizə öz mədəniyyət mərkəzində xüsusi yer verib dərs keçmək üçün. Dərslər əsasən bazar günləri səhər saat 9-da, ondan saat 13-ə kimi Azərbaycan dili, rəsmi və musiqi dərsləri keçiririk. Və artıq 4-cü ildir və əsasən Azərbaycan əsilli uşaqlar dərslərə gəlirlər. Rəsmi müəlliməmiz Əsmər Nərimanbəy və musiqi müəllimlərimiz Duet AV qrupunun məşhur musiqiçiləri və Vüsələ xanım Əliyeva, Reportun nümayəndəsi Fransada, o Azərbaycan dilini keçirir. Və əsasən biz çalışırıq Azərbaycan haqqında uşaqlara məlumat verək. Uşaqlarda, uzaq da olsa uşaqlarda ölkəmizdə məhəbbət hissi yaradaq. Məktəb açılan gündən biz məktəbə olan qayğını həmişə hiss edirik. Xanım Leyla Abdullayev səfir və Diaspora Komitəsindən, Bakıdan olan müxtəlif qurumlardan, kitablarla bizə lazımi vəsaitlər göndərirlər. Və əsasən də bizim işimiz bu uşaqlarda Azərbaycana məhəbbət, Azərbaycana sevgini inkişaf etdirməkdir. Aytən xanım, bəli, buyurun. Və hal-hazırda Azərbaycan dilinə olan bu qayğı, cənab prezidentin çıxışları və mənə gəlir, hamısı bizim məktəbin inkişafına köməkdir, dəstəkdir. Və arzu edirəm ki, biz daha da inkişaf edək və uşaqlar daha da çox alsınlar bu məktəbdə. Təşəkkür edirik Aytən xanım ətraflı məlumat üçün.